Yankovicdən artıq son vaxtlar heç xoşum gəlmir. Bilməm, komandanın getmək istəyir, ya nədir. Böyle bir Yankovic sanki hiss edirəm ki, əsəbi olur. Mən fikir versən yoxsa yox. Misir Premyer Liqası oyunlar neçə oyunda əsəbidir. Öz komanda yoldaşına, rəqiblərlə, hakimlərlə çox əsəbidir. O mövqedə bir oyunçu olasın. Məncə Yankovicdə daxil olmaqla bir çox futbolçunun üstündə o gərginlik var. Ya yorğundular. Juninho'da da son mövsümündə elə bir göstəricilər var idi Yankovicdə. Juninho'ya təkliflər gəlirdi. Yəni o artıq son vaxtlar həvəssiz idi. Onun baş məşqçi də etiraf edib ki, təklif gələndən sonra ona əvvəlki oyunu göstərmir. Və Yankovic istəyir ki, artıq Qarabağla bir nəticə qazansınlar, daha da irəliləsinlər. Bəlkə də istədiyi olmur. Yəni bir futbolçu nə qədər top səviyyədə performans göstərə bilər ki? Bəlkə də Yankovic ümumiyyətlə Qarabağdan Azərbaycana getməsi, bəlkə də doyub artıq. Növbəti çağırışlar istəyir. Bəlkə komandada ondan daha yüksək məvacib alan futbolçulara görə pis olub. Yəni deyir ki, mən niyə o qədər pul almıram, hər şey ola bilər.